Salam. Bugün 4 iyul 2026-cı il. Videolar ardıcıl gəlir. Yəni hər video çəkəndə yeni faktlar çıxır da, yəni öz zehnimdə. Yəni zehnimdə yaranan faktlar da ki, hamısı rəsmi sənədlərlə yaranan bir şeydir. Yəni ümumi olaraq gedişatlar öz axırında gedir, bilirsiniz. Kimlərə nə demək istədiyimi özləri yaxşı bilirlər. İndi ortada fakt var axı. 2008-dən 2021-ci ilə qədər dövlətdən mənimsənilən pullar mənim adıma ikinci qrup açılaraq mənimsənilən pullar var. Bu fakt. Faktın ətrafında baş verənlərdir mənim həyatımda bu qədər problemlər yaradıb. İndi mən bir çox şeylərə aydınlıq gətirməyə çalışıram. Gətirərəm daha doğrusu. Məsəl üçün 2021-22-ci illərin xəbərlərinə baxıram. Görürəm ki, yəni sırf 2021-2022-ci illərdə 207 mindən çox saxta əlilliklər müəyyən olunub. Yəni və bunlar ləğv olunub. Bunu da deyərəm, mən nə vaxt bildim 2021-ci ilə qədər mənim adıma saxta, yəni ikinci qrup olub. Onu da haçan bildiyimi, yəni konkret, onu da danışanda deyəcəm. İndi mən düşünürəm ki, bu insanlar niyə mənə 2021-2022-dən sonra, çünki mən 2015-ci ildə bunu biləndən sonra imtina eləmişəm axı mən Astara rayonuna, müdafiə fonduna imtina eləmişəm də mən bunu bilirlər yəni ki bu Əliyev Məmməd Rəsulla Əliyev şayiq, yəni biri atam, biri əmim, hansı ki bu işlərin burada mənimsədiklər, yəni bunlar mənimsəyib də pulu. Təbii ki, başqa mənimsəyənlər də var, onlar çıxacaq ortaya. Yəni bu işlərlə konkret bu insanlar yəni ki məşğul olublar. Yəni niyə 2021-2022-dən sonra mən üçün bu problemlər yarandı? Onlara aydınlıq gətirərəm bu videoda. Niyə ondan sonra? O yaratdıkları problemlərin alt qatlarını danışaram. Və mənim bunların hamısını danışarıq, fikrimi çatdırmağa çalışıram bu cür ki, ortada mənim belə deyək də fiziki xəstəliyim olub uşaqlıqdan, migren. Yəni ki, o vaxtda onsa danışmışam, indi yenə danışaram. Yəni bir də ki, nəyə görə bunu mən, nə üçün bunu gizlədiblər yəni? Yəni bu yaxın mənim bu adlarını sadaladığım insanlar nə üçün bunu ətrafdan və ümumi olaraq dövlət sənədləri ilə saxtakarlıqlarla da, yəni saxtakarlıq olun baxın dəfələrlə hamısını göstərərəm danışarımda. Yəni nə üçün mənim bu xəstəliyim gizlədilməyə çalışılıb? Əsas suallardan biri də budur. Yəni məndə migrendir, şiddətli baş ağrılar olub həmişə, düzdür, son illərdə olmur o. Yəni bu olub məndə də, yəni uşaqlıqdan baş ağrılar, şiddətli baş ağrılar. Ona görə gizlədilib ki, bu onların planlarına uyğun gəlməyib yəni. Çünki migren baş ağrı ilə dövlətdən pul oğramaq olmur axı. Yəni mənim migren xəstəliyim bu fiziki bir xəstəlikdir, həm də nevroloji bir xəstəlikdir. Bu mənim həyatda hər hansı bir gördüyüm işlərə, zəkama, bunlara bir təsiri olmayıb da. Yəni çünki mən fakt 2010-dan elə indiyə kimi də, yəni ki, kompüter mühəndisi olmuşam. Bu kompüter işi ilə məşğul olmuşam. Və pul qazanmışam öz zəhmətimlə. Yəni bu 2021-dən sonra da 22, 23, 24, 25 il bu 5 il ərzində
o qədər şeylər baş verib ki. Yəni suallar da yəni ki çoxdur əslində. Məsəl üçün bir şeyə açıqlama gətirirəm, orada da sual doğur. Məsəl üçün deyirəm axı 2010-dan, 11-dən 2020 indiyə kimi mən kompüter mühəndisiyəm. Bunu da gizlətməyə çalışıblar. Məsəl üçün onun faktları var. Yəni deyək mən nədir? Yəni bizneslə məşğul olmağımı gizlətməyə çalışıblar. Yəni normal, yəni ki belə deyim də, yəni iş qabiliyyəti olmamağı üçün də, yəni göstərmək ki, iş qabiliyyətin yoxdur, yəni sənin iş qabiliyyətin yoxdur, yəni səndə. Bunu sübut edən çox şeylər var. Məsəl üçün bu həmin insanların sosial şəbəkələrdən mənim biznes izlərimin silinməsi və s. Onların hamısının faktları var. Yəni bu onu göstərir ki, bu da yəni bu işin bir tərəfidir. Yəni siz öz cinayətlərinizi gizlətmək üçün, mənim təmiz adımı kirlətmək üçün nə qədər oyunlar oynamısınız. Yəni burada məsələ sadəcə mən vətəndaş Əlizadə Mənsurun hüquqlarının pozulması ilə bitmir ki bu iş. Ortada dövlətdən mənimsədiyiniz pullar var, saxta yollarla. İndi mənim üzərimə qoyduğunuz, indi faktları danışaq və faktları sadalayaq. Bir də sizin saxtakarlığınızda, yəni belə, yəni saxta yollarla üzərimə qoyduğunuz damğalardan danışaq. Yəni məsələ mənim sağlamlıqla bağlıdırsa, fakt budur. Fakt budur ki, miqrin xəstəliyim var. Bunu təsdiq edən diaqnozlarım var mənim. Amma sizin mənim üzərimə qoyduğunuz damğalar ki var, onların heç birinin əsası yoxdur. O ruhi xəstə, narkoman, psixi problemli adam, yəni bunların heç birinin əsası yoxdur. İndi mən onlarda sadalayaram. Yəni, indi 2021-ci ildən sonra nə üçün yəni ki bu problemləri mənim üzərimə qoydunuz, bunları mən danışmaq istəyirəm. Çünki siz bugünü bilirdiniz, yəni təxmin eləmişdiniz ki, bugün gəlib satılacaq, yəni ki. Yəni bu şeylər baş verəcək. Siz nə qədər ətrafdan gizlətməyə çalışsanız da, yəni şükür Allaha, yəni dövlətin çıxartdığı din rəqəmsal, yəni qurduğu elektron şeylər, yəni onlar əvvəlki kimi o rəflərdə gizlənən sənədlər deyildi, yəni onlar silinmir. Bu cəhətdən çox rahatam. Yəni siz bugünü düşünürdünüz və o yaratdığınız süni problemlər ki var, onları siz özünüz üçün belə deyək, yəni özünüzü qorumaq üçün onları eləmişsiniz ki, yəni bugün gələndə iş prokurorluq və s. yəni ki bu işlər oralara qalxanda biz deyək ki, biz o pulları məsəl üçün də onun bu şeylərinə xərcləmişik. Faktiki problemi özünüz yaratmışsa, biz bunu onun üçün xərcləmişik. Məsəl üçün 6 ayın içində mən necə oldu ki, mən 6 ay necə mən narkoman oldum? Necə bu, yəni ki, belə deyək, yəni bir insanın çox, yəni inanmıram ki, yəni bir insanın oturub düşünə biləcəyi bir planlar deyil də bunların heç biri. Çünki mənim atam, belə deyim də, mən onu şeyləmirəm, yəni düz deyim də o mənəvi şeylər itib zaten, yəni heç vaxt onlar bərpa olmayacaq. Yəni bu insan, digər videolarımda da demişəm, indi bunu nə üçün dediyimi məlumdur, yəni nə üçün deyirəm. Yəni mən işləmişəm bu evdə, qazanmışam, yəni maddi cəhətdən götürək, yəni digər çox şeylər var da, yəni mümkün deyil də, yəni bir insan otursun bu qədər plan qura bilsin. Onlar zaten məlum məsələlərdir. Yəni sizin o üzərimə qoyduğunuz damğalar ki var, onlar, yəni dediyim kimi, siz özünüzü indiki vəziyyəti bilirdiniz, yəni bir 3 il bundan qabaq ki, bu vəziyyət gəlib çıxacaq və siz özünüzü bu cür, yəni ki, xilas eləməyə də, yəni məsuliyyətdən azad eləmək üçün bunları deyəcəksiniz ki, hə, demək ki, yəni hə, o
O reabilitasiyaya mən aparmışsınız axı. Nədir o indi qurtuluş haraydı? Ha, niyə apardınız? Mən aldadıb aparırsınız ora. Ki yəni sonra deyəsiniz ki, biz onun üstünə o pulları xərclədik. Və digər bütün məsəl üçün mən başa düşürəm ki, artıq o bank məsələsi digər videolarda var. Yəni bu videoların heç biri yəni silinməz də inşallah. Yəni bank məsələləri. Deyirəm, məsəl üçün bunun mübahisəsini edirdim də sizlə, əmilərlə. Yəni buradakı. Niyə mənim bank məsələm var. Bu başa düşdük. Bankı mənə veriblər də, yəni mənim adıma veriblər. Bunu necə veriblər mənə? İş görmüşəm, biznes krediti kimi mənə veriblər. Özdə böyük bir məbləğ. Amma siz orada hansı manipulyasiyanı edirsiniz? Təsəvvür edin, mənə göndərirsiniz reabilitasiyaya. Sonra gelirsiniz banka. Banka üzərvə götürsən, adıma etibarnamə götürmüsən axı 2016-da. Onsuz da o digər videolarda var. Təzədən təkrar eləmirəm, onu nə üçün götürmüşdüm. Əlbəttə ki, pul mənimsəmək üçün. Astarada. Yəni mənim üzərimə qoyduğunuz damğalar ki var, adıma hansı ki ləkə qoymuşsunuz da adıma. Mən üçün onlardır da, yəni ki, ən önəmli şeylər. Başqa yəni önəmli şeylər yoxdur mənim üçün. Yəni maddi tərəfi yaxud onun başqa şeylərini mən o qədər də mənim üçün önəmli deyil. Yəni qoyduğunuz damğalar ki var, onlardan danışırıq. Bank deyirəm. Banka ruhi xəstə, yəni bu ruhi xəstə ki var, ruhi xəstə. Ruhi xəstə. Mən gedirəm, mənə aparırsınız reabilitasiyaya. Güclə məni orada saxlamasınız. Yəni heç bir çıxış yoxdur da yəni oradan. Hə, bir də yadıma gəlir, mən oradan çıxmaq istirdim, zəng vurdun, danışdın, dedim mən lazım olsa səni orada 2 ildə saxlayaram. Sonra oradan da mənə dedilər ki, eşitdin, atam dedi bu sözü. Yəni sakit dayanmalısan da, yəni mövzu o deyil. O ərəfə 6 ay reabilitasiya, 6 ay reabilitasiya, sonra 3 ay Rusiyada olduğum müddət, deməli 6 ay orada, 3 ayda orada. Və həm Rusiyada olanda, həm reabilitasiyada olan müddətdə siz məndən xəbərsiz getmişsiniz, yəni mənim o hansı ki o bank dediyim məsələdə iştirak eləmişsiniz. Məsəl üçün mən 2025-in sentyabr aylarında da mən bu işləri başa düşdüm və Şirvan Kommersiya məhkəməsinə getdim, orada bu işləri elədim. Yəni o vaxtdan sonra mən başa düşmüşəm də sən orada nə yazmışsan. Çünki o vaxta kimi heç bir sənəd məndə yox idi, hamısını gizlətmişdiniz. Amma sizin buradakı əsl, yəni o planınızı mən danışıram, bu ruhi xəstə ilə bağlı. Yəni demək istəyirəm ki, 2025-in sentyabr ayında mən bunların hamısını düşmüşəm üstünə. İndi 2025 üstünə düşmüşəm bu işlərin ki, bu və həmən vaxtı o video başlanğıcda dedim, yəni mən 2021-də necə bildim ki, bir şey elib. Yenə də eyni vaxtda mən bilmişəm ki, çünki MyGov girib gördüm orada ki, bəs mənim adımda var. İkinci qrup var imiş. 2020. Yəni mən o 2025 sentyabr ayında bilmişəm bunu. Ki mənim adımda 2021-ci ilə qədər ikinci qrup açılıb. Çünki mənim ağlımda qalıb ki 2015-də çünki mən dedim axı bu işlər mən bunu razı deyiləm. Çünki elə 2008-də də elə bu məsələni siz yenə də saxtakarlıqla eləmişsiniz axı. Yəni saxta sənədlərlə 2008-də də bunu o cür başlamışsınız. Amma fakt mən 2015-də imtina eləmişəm bundan. Hə, mövzu ruhi xəstə. 6 ay reabilitasiyadayam. Burada 6 ay reabilitasiyada olduğum müddətdə bir tərəfdən nə baş verir? Ruhi xəstə necə eləmişsiniz? 2. Narkoman. Reabilitasiya olmuşsa narkomanım da yəni. Narkoman. Yəni deyirəm, konkret yəni ki plandır da yəni.
möhtəşəm bir plan vardı da, yəni. İndi sadəcə yəni reabilitasiyada olmağımdan siz gör nələr edirsiniz burada, o cinayətlərinizi örtbasdır eləmək üçün, yəni. Bu bir tərəfdən ruhi xəstə. İndi bu 6 ay reabilitasiya, 3 ay Rusiya dövrü. Bu dövr ərzində elədiklərinizdən danışıram. Hələ bu dövrdə elədiklərinizdən. Narkoman damğası öz yerində. Ondan əvvəli də var. İndi yox, bundan qoy bir yerdə deyim. Yəni sırf burada hal-hazırda mövzum, yəni zehnimdəki mövzu bu qoyduğunuz damğalar və onları nə üçün eləməyinizdən gedir, yəni deyə mən onları edirəm. İndi sıralama ilə gedirəm. 2024 2026 bu 2 il ərzində elədikləriniz. Birinci nə elədim? Bura gələrəm, o dediyim yerə gələrəm. Prosta ardıcıllıqla gedək. 2024'də mənə apararsınız şeyə. Birinci apardınız məni hara? Dəlixanaya, 2 dənə dəlixanaya apardınız məni. Rövşənəmi, sən, mən. Apardınız məni dəlixanaya, apardınız. 2 dənə. İkisində də qəbul eləmədilər. Oradan çıxdıq. Ondan sonra nə oldu? Mənə deyirsən ki, təklikdə. Mənə deyirsiniz ki, təklikdə. Deyirsən də, yəni səni deyirəm. Əliyev Məmməd Rəsul, səndən danışıram. Mənə təklikdə deyirsən ki, valla parkda. Uşaqlıqdan deyir, mən, yəni səndə bu xəstəliyi var. Yəni ki, miqrenin, bilirəm axı, baş ağrı bilirəm ki, var. Bundan əziyyət çəkirəm. Ona görə mən uşaqlıqdan əlimdən gələni eləmişəm sən üçün. İndi yəni ki, onunla nə lazımdır eləyərəm də, yəni ki, nə lazımdır eləyərik ki. Oradan o sözü mənə deyirsən səhər parkda. Oradan çıxırıq o sözü deyəndən sonra. Gedirik hara? Təsəvvürlə gedirik, aparırsan məni şeyə. Məni 2008-ci ildə hospitalda. Mən nevroloji şöbədə yatdığım həkimin, yəni rütbəli həkimin də, hərbi həkiminin olduğu, işlədiyi özəl xəstəxanaya. Mənə deyirsən ki, gözlə burada. Mən də qapının yanında gözləyirəm. Özün gedirsən, onunla söhbət edirsən və oradan mənə deyirsən ki, gəl. Mən onun qəbuluna getmirəm ümumiyyətlə. Mənə aparırsan psixiatr yanına, həmən xəstəxanada. Mənə aparırsan psixiatr yanına. Heç bir müayənə olmadan birbaşa deyirsən ki, şeydir, həkimə deyirsən ki, narkomandır da yəni bu. Mənə orada dərmanlar yazırsan, ağır psixotrop dərmanlar və o dərmanları mənə qəbul elətdirirsən 15 günə yaxın. Heç bir müayənə olmadan onları mənə qəbul elətdirirsən və mənim başım gedir. Deyirəm, yox da mən onu imtina edirəm ondan. Görürsən ki, mən burada imtina elədim bundan. Amma digər tərəfdən də sırf yəni o həmən həkimin olduğu xəstəxanaya getməkdə səbəblər, məqsədlərin sənin bəllidir. Nəsə orada qeyd elətmək və s. yaxud çünki 2008-ci ildə mənə qoyulan diaqnozdan ikinci qrup yəni uyğun gəlmir axı. Yəni mən belə fikirləşirəm, uyğun gəlmir yəni. Yəni 2008-ci ildə belə mənə qoyulan diaqnozla ayrılan ikinci qrup uyğun gəlmir. Orada sən indi kitabçaya mı, nəyəsə bu şeyləri əlavə edirsən ki, çünki deyirəm axı, bugünü fikirləşirdiniz siz ki, bu mövzular açılanda biz bunları bu cür şeylər ki, yəni deyə bilək ki, yəni problem bu olmayıb da, yəni bu problemlər olub, yəni əlavə edirsiniz də elə bir ki. Amma sistemdən yəni ki, elə bilmirsiniz də, amma sistemdən silə bilmirsiniz. Sadəcə bu cür, yəni kağız üzərində eləmişsiniz, nə eləmişsinizsə. Yəni dərin bir araşdırma gedəndən sonra mümkün deyil ki, siz
sistemə, yəni o vaxtki şeyə bu qoyduğunuz damğaları əlavə edilməsi. Məsələn 2008-ə o vaxtı qoyulan diaqnoza şeyi əlavə edilməsi və s. yoxdur da, elə bir şey ola bilməz. Hə, deməli oradan çıxırıq. O dedim 15 gün ərzində o ağır psixotrop dərmanları içizdirirsən mənə, bu olmalıdır, yəni ki budur. Və məni bir tərəfdən də fikirləşirəm ki, məni o xəstəxanaya həm də aparmaqda məqsədin odur ki, yəni hədə səndə nevroloji bununla bağlı, o da ola bilər şeyin içində. Bir növ mən elə bildiyim kimi də fikirləşim ki, hə, məndə miqrində ona görə bu proseslər gedir. Faktiki, yəni o miqrinə görə o proseslər getməli deyildi, yəni o dərmanları içməli deyildim. Bu gedişatlar olmama, bunu bilir, yəni bunu mən dərk eləməli idim də, yəni ki tam olaraq, amma dərk elə bilmirdim çünki hər şey ortadadır da, yəni. O proses qutarandan sonra dəlixana getdik, çıxdıq oradan. Sonra ikinci prosesi danışdım indi. Sonra ondan sonraki proses nə oldu? Yenə də ayrı bir dənə psixiatr yanına getdik. Orada da yenə ciddi bir şey olmadı. Orada da nəsə yazdılar. Amma sən mənə axıra kimi həmən o birisi psixiatrın dərmanlarını yazdın və ondan sonraki mən hansı ki özüm bir dənə psixiatr yanına getdim. Orada həkim dedi ki, yəni bu dərmanlar onun üçün deyil və s. Amma sən onu mənə yenə də çizdirdin. Hə, ondan sonra polislə bağlı şeylər, mənə evdə özümdən çıxartmaq, mənə aqressiv vəziyyətə gətirmək, nəsə bir şey eləmək, sonra polisi çağırmaq, evdə aqressivlik eləyir və s. Bu şey baş verdi Maçdağaya getməmişdən qabaq, 24-də. Yəni, bütün bunların hamısı araşdırılacaq da, yəni ki. Sonra mənə burada 30-cu polis bölməsinə bu vəziyyəti yaradıb, mənə ora aparıb şey elədin, amma orada mənim özüm də yadımdadır ki, 2-3 saatdan sonra sən nə qədər orada israr elədin ki, yox qalsın o problemli, belə. Sənin sözlə qulaq asmadılar, məni buraxdılar orada 2-3 saatdan sonra. Hətta təbib işçiləri gəldi, dedilər ki, yəni bu şey deyildi, yəni bu deyil, yəni. Məni buraxdılar oradan. Yəni bu şeylər sənin, yəni hər şey sənin istəyin planınla getmir də, yəni bu işlərin içində. Necə ki indi getmir. Daha sonra mənə hara apardın? Maçdağaya. Maçdağaya apardın məni, amma öncədən reabilitasiyaya indi gələcəm. Reabilitasiyanı planlaşdırmışsan. İndi məni Maçdağada saxlamısan. Mən də orada mübahisə elədim. Dedim, siz bu nətər ola bilər ki, mən sıx qalmıram. Belə şey. Və orada mənə həqiqətən də normal qaydada buraxırdılar da, belə şey kimi. Amma mən sənin oyunlarını görə bilmirdim axı həmin vaxtı. Sən etibarnamə əlində nələr edirsən. Özün üçün arxiv yığırsan ki, yəni bugün gələndə biz bunları şey eləyək. Bizim elə bir sizi qurtaracaq da bu şeylər. Planınızı qurmusunuz. Yəni də təsirsiz ötüşmür sizin elədikləriniz. Mən demirəm, onlar heç nə hava kimidir. Yox, təsirləri var. Sən gəlirsən ora, mənə deyirsən ki, bax, bu 1500 manatlıq reabilitasiya, bu 2000, bax, orada sənin miqrinin, baş ağrının zadının hamısı gedəcək ora-bura. Belə şey kimi çıxarsan, belə lazımdır, həm də yorulmusan, illərdir işləyirsən, evdəkindən söhbətlər falan, sənə ehtiyacın var ora-bura, belə şey kimi. Bu şeylərlə mənə aldadıb aparırsan reabilitasiyaya. Hə, indi gəldik, o bayaq haradakı dayandım, sonra öncəki şeylərə getdim və məni reabilitasiyaya aparırsan. O dediyim kimi, o klokda dərmanları da mənə verirsən oradakı şeydim, onu qəbul edim orada. Mən də onu orada 5 gün zad qəbul elədim. Ondan sonra orada mənə dedilər ki, bu dərmanlar sənin üçün deyil, nəsə bir nəfər var dedi. Şey elədim, yəni ki, başını buraxdım onu. Ümumi olaraq da 5 gün, 6 gün belə onu, sonradan onu rədd elədim. O həmən dərmanları. Hə, indi ruhi xəstə və narkoman. Reabilitasiyadayam, avtomatik oluram, sənin qurduğun plana uyğun gedir burada o.
narkoman. İndi burada gedən dediyim kimi 6 ay reabilitasiya plus 3 ay Rusiya. İndi sən gör nə edirsən. Mənim indi o banka qayıdırıq. Mənim bankım var. Sən həmən mənim bankımda mən heç bir zamin qoymamışam. Heç kimin nömrəsi yox. Sən gəlirsən birbaşa banka. Çünki mən bunları hardan bilirəm. Bunları mən dediyim kimi 2025-in o sonlarında sentyabr təxminən zaten portalda var hamısı olan bütün keçmişi, mənim Şirvan məhkəməsində iştirakım və s. hamısı, orada danışdıqlarım, hər bir şey orada var. Yəni ki, mən sadəcə bir-iki dənə sənədləri tapdım və orada o ruhi xəstəni gördüm və bu işin üzərinə düşdüm. Deyirəm, yəni bu necə ola bilər ki, mənim adıma bu. Zaten onsuz da sənin orada yazdığın ruhi xəstənin heç bir şey yoxdur, orada sən onu yazmısan. 100 dənə şey yaza bilərsən. Yəni o təsdiqini tapmayan bir şeydir onsuz da. Yəni mən demirəm məhkəmə yaxud bank mənə o sən yazmısan da onu. Sən əlində sənin etibarnamə var. Gedirsən mənim bankıma, orada iştirak edirsən. Yəni mənim təmsil eləmiş kimi. O normal bir şeydir və onların orada hər hansı bir şey yoxdur ki, bunu sən prosto yazmısan. Yəni bu onsuz da təsdiqini tapmayan bir şeydir. Sadəcə nə məqsədlə yazdığından söhbət gedir. Sən gəlirsən mənim bankımda, o şimdi ön nömrəvi falan. Hətta mən reabilitasiya yaparanda deyirəm ki, telefonumu söndürmün, bankdan mənə zəng gəlsin, belə də yəni. Məsuliyyətini daşıyıram o vəziyyətdə belə. Mən manipulyasiya eləmişsiniz, qəşəng belə konkret, yəni 70-80% mən həmin o ərəfədə özümdən şübhələnən adam olmuşam. Yəni şübhələnmişəm ki, həqiqətən sizin dediyiniz kimidir dedikləriniz, yəni. Mən yəni inanmışam da, yəni mənim nə demək istədiyimi bilən adamlar başa düşür nədir. İndi mənim bankda iştirak edirsən, götürürsən mənim bir dənə bank, həmən reabilitasiya dövründə, 6 ay dövründə hamısının tarixlərinə kimi baxıram. Hamısı mən reabilitasiya dövründə və Rusiya dövründə və axır-axırda bir dəfə məndən gizli getmişsən, mən Rusiyadan qayıdandan sonra. Artıq sən işi icraya aparmışsan, planlı olaraq. Demirəm, bu şeydə həm də bank məsələsinin bu səviyyəyə gətirməkdə sadəcə məqsəd o, bir dənə o da olmayıb, onun ətrafında başqa şeylər olur, mənsur pula görə hərəkət edir və s. Pul şey var onda, çünki reabilitasiyadan çıxmışam, təsəvvür reabilitasiyadan çıxasan, plus bank, pul mövzuları haqqında şeylər geçsin, avtomatik nədir? Bu pul istəyir, pulu yoxdur, narkoman və s. Bu, onsuz da bir-birinə uyğun bir şeylərdir bunlar. Yəni, o öz yerində. İndi 6 ay dövründə sən gəlirsən məhkəmədə iştirak edirsən, mənim yerimə tutduğum vəkil var idi, dedi, mən onun rəsmi vəkili olmamışım və s. Götürürsən, yazırsan da ruhi xəstə. Onda şey yazardın da, o 2008-də ki, mənə şey verildi, migrinimə görə ikinci qrup açmışsınız, pullar, 13 il pul mənimsəmişsiniz də siz oradan. Kompensasiyalar, hər il 6300 çıxacaq da hamısı üzə, pensiyaları demirəm. Sonra adıma götürdüyünüz banklar, o kartla ödədiyiniz pullar və s. Yəni, mənə o qədər hədə qorxular gəlmişsiniz ki, bu müddət ərzində. Və mən, yəni o qədər hədə qorxular gəlmişsiniz, mən, yəni, və o qədər hədə qorxular əlavə olaraq o qədər mənim üçün problemlər yaratmışsınız bu illər ərzində. Mən indi yəni ki də, yəni son bir ildə falan belə, bir ildə işləyək, azdır. Bu işləri başa düşürəm və üzərinə gedirəm. Neçə dəfəsə, bilmirəm, bəlkə bir 3-4 dəfə məhkəmədə iştirak eləmişəm. Və iştirak elədiyim bütün proseslər hamısı mənim orada. Sonra yayda səninlə danışırım, deyirəm, bəs bu ruhi xəstəni niyə yazmısan bura? Bəs bunun heç bir əsası yoxdur. Deyirəm, bəs onda niyə
məsəl üçün də bank əməkdaşına deyərdin ki, hə, filan reabilitasiyadadır, qoy gəlsin ora. Orada da ekspertiza falan, çünki məhkəmənin tibbi ekspertiza sənə sərf eləmir axı. Sizə lazım olan nədir? O çaya, suya qatmaq, orada da şeydən çıxartmaq. Pozitiv. Bu haqda danışmışıq keçən videolarda. İndi yenə də onlardan da bir-iki dənəsini danışırıq. Yəni bir şəkildə həm də əlində etibarnamə. Nə dedim mənə? Dedim, yox, əlimdə etibarnamə var idi. Ona görə səni yormadım buna görə. Ona görə şey eləmədim ki, bank əməkdaşı gəlib sənə orada səndən danışmasın və s. Gəlməlidir, niyə gəlmir? Yəni normal bu cür olmalı idi. Hə, bunları analiz eləmir ki, yəni siz burada nə yox. Hə, indi o dövrdə yazdığınız ruhi xəstə sənədlərə sabah nəsə bir şey, yəni çox zəif bir şeydir əslində bu. Çünki təsdiqi tapılmayıb. Yoxdur, yəni şey yoxdur. Amma bunun nə üçün elədiyindən söhbət gedir. Hə, bu da gəldi bunun yanına. Yəni necə ki 2008-də saxta yollarla mənə ikinci qrup açdırıb pul mənimsəmisiniz dövlətdən. Bu bir. Hamısı belənçidən saxtakarlıq olar. İkinci, 2015-dən mən imtina edirəm. Götürürsünüz, etibarnamə alırsan məndən ki, torpaq belə getdi, o birisi belə getdi, alım qatmışsınız orada. Götürürsünüz, mənim adımı ikinci qrup açırsınız. Və mən bunu 2025-də Şirvan Kommersiya Məhkəməsinə gedəndə vəkil vasitəsilə öyrənmiş oldum. Deyirəm, bu necə olur 2021 və s. Orada məlum oldu. Amma digər tərəfdən də başımı başqa şeylərlə qarışdırırsınız ki, mən bu işin üzərinə getməyim. Sonra 2015-də sonra bu 3 narkoman, reabilitasiya, ruhi xəstə, heç birinin əsası yoxdur. Ondan əvvəlkilər, heç birində müayinə olmuram. Mənə görə nə qədər damğa. Yəni siz bunları özünüzü qorumaq üçün cinayət məsuliyyətindən bir gün gəlib, çünki həbs qorxunuz var axı. O vaxt gəlib çatanda özünüzü qoruyasınız ki, özünüzü bu şeylərlə qoruyasınız deyə yaratmışsınız bu şeyləri. İndi bunlar sizi məsuliyyətdən nə dərəcədə qurtaracaq bilmirəm. Amma inşallah ki qurtarmaz yəni. Çünki yenə deyirəm, burada yəni siz özünüzü qorumaq üçün mənim adımı ləkələmək söhbəti var da ortada. Bu 5 il ərzində indi o şeyə gəlmək istəyirəm. Mən 2010-dan, 11-dən işləyirəm, pul qazanıram. Digər tərəfdən mənim qurduğum biznesi dağıtmışsınız. Bərbad vəziyyətə salmışsınız. Həm pulu mənimsə, həm təsəvvürlə 2010-dan 2024-24-ə qədər o reabilitasiyaya qədər hər gün işlədiyim pulları mənimsəyəsiz, digər tərəfdən də yəni bir insanı çöktürmək üçün onun maddi tərəfdən də şey eləmək lazımdır, yəni müflis eləmək lazımdır. Sadəcə yəni o gedim bunu belə deyim orada onu yazım, orada bunu yazımla qutarmır axı. 2024-ə qədər oturasan o qədər qazancımı, yəni çox böyük məbləğdə pullar qazanmışam da, yəni fakt. Ən azı günümə məsəl üçün 100, 120, 80, 75, yəni kassa, sən oturmuşdun da kassada oturmuşsan desən bütün yəni bu illər ərzində. Həm onu eləyəsən, həm 2008-dən 2021-ə qədər adıma ikinci qrup açasan, dövlətdən pullar mənimsəyəsən. Sonra da bu cinayətlərinizi örtbasdır eləmək üçün mənim
Ha, bax o hədə yəni mən üçün bu qədər problemlər çıxardasan. Təsəvvürlə doymaq yoxdur da, yəni Rusiyadan qayıdıram, deyirəm yox da mən Rusiyada qalmıram da, yəni ki, belə başa düşürəm oradakı prosesləri. Ha, 11-12 min manatlıq kompüter detallarımı götürəsən, paylayasan ora bura ki, gələndə yəni işləyə də bilməsin bu. Gəlirəm, mənə deyirsən, sel gələndə, daşqın gələndə gərək qaçasan, oradan şairəmi gəlir deyir. Mənsur, sənin bir dənə yolun var da, bir dənə kiçik işlə, bir dənə xırda bir işlə məşğul olmaq. Səni yox eləyərik. Sən ailəvi qorumaq üçün gərək şey elə də, yəni elə. İnam etibarımı, insanların arasında olan inam etibarımı azaldasa, deyəsən ki, hə, bax, bu o sözü danışır. Yəni ona inanmaq lazım deyil də, yəni bu süni damğaları həm də mənim inam etibarımı da orada örtür, yəni sözümün şey olmasın. Etibar olmasın da, yəni dediyim sözün həm insanlar arasında, həm də dövlət içində. Amma fakt, yəni dövlətin şeyində proseslər necə gedir, hamınız bilirsiniz. Hara getdiyini də bilirsiniz. Ümid edirəm ki, bu şeylər, bütün həqiqətlər hamısı öz təsdiqini tapar. Bu 2 ay ərzində mayın 15-dən sonra gedən bütün proseslər hamısı, bugünə qədər olan bütün proseslərin hamısı, şükür Allaha, yəni dövlət xəttini ilə gedir. Və mən düşünmürəm ki, bu məsələləri siz ört-bastır eləyə biləsiniz. Yəni, insan üçün, yəni, olar, insan problemə də düşər, insan maddi olaraq sıxıntıya da düşər. Amma bir də var ki, bir insan üçün planlı olaraq problem yaradasan. Təsəvvürlə, həm maddi problem yaradırsan ona, həm mənəvi problem yaradırsan ona. Hələ bir, indi orada maraqlarınız var, axı sizin maraqlarınızın toqquşduğu yerlər var da, yəni ortaq yerləri var orada, təngəlükdə. Ehtiyac yoxdur, hər dəqiqə ad çəkim. Onsuz da bundan əvvəlki videolarda ad çəkmişəm. Yəni orada da ailə tərəfdən də bir tərəf, yəni digər tərəfdə maddi, mənəvi, maddi dediyim, qurduğum, yəni bu bizneslərim, adıma mənimsədiyiniz pullar, dövlətdən oğurladığınız pullar. Bunun adı budur da, yəni. Mənə vurduğunuz bu dediyim kimi mənəvi şeylər, orada mənim övladımı, siz mənim övladımı düşünürsünüz, orada özünüzü, egoistin ən belə şeydir, big, yəni şeydir, yəni konkret özünüzü düşünürsünüz. Heç övladlar, nə üçün deyirəm övladlar, zaten məlum məsələdir, övladları düşünməmək, uşağı falan, yəni düşünmək söhbəti olmadığını, zaten bu məlum bir məsələdir. Yəni sadəcə yəni o sözü ağzınıza gətirmirsiniz, yox, 2 ayda yoxdur. Ümumiyyətlə 2 ayda sakitçilikdir, söhbət ondan getmir. Yəni 2 aydır ki, yəni hər hansı bir problem, ciddi, yəni hərəkət yoxdur, yəni. İşin hansı müstəvidə olduğunu bilirsiniz. Yəni demək istəyirəm ki, yəni övladımı belə düşünməmisiniz axı. Oğlumu, qızımı, 12 yaşında oğlum var, 15 yaşında qız. Yəni onları belə düşünmədən, yəni ki, onu deyirəm ki, yəni həm maddi, həm mənəvi, yəni ailə olaraq proseslər hamısı ortada. Vurduğunuz şeylər, yaratdığınız problemlər. Yəni deyirəm, şükür ki, mən bu dediklərimi belə deyək, yəni faktlarla ən azı hamısını yox. Çünki hamısını baxıram ki, yəni çünki elə bir damğalar qoymusunuz mənim üzərimə. Cinayətlərinizi ört-bastır eləmək üçün. Yəni hər bir dediyim sözləri mən faktlarla izah edə bilməsəm də, əsas şeyləri, faktları var da, yəni adıma götürdüyünüz etibarnamə ilə o, bu, fakt, yəni həmən faktlar da elə bir faktlardır ki, yəni təməlidir də, yəni hər şeyin. Yəni bu 2 ay ərzində hal-hazıra qədər də olan proseslər
öz axarı ilə gedir. Əmin də olmasam, yəni inanıram ki, ümid edirəm ki, bütün bu həqiqətlər ortaya çıxar da, yəni arxa planda qurduqlarınızın düşünürəm 70%-i hardasa yəni çöküb planlarınız. Onu inşallah dövlət də tamamlayar onu. Və mən inşallah ki, ümid edirəm ki, sizdən yəni ki, rəsmi olaraq da, yəni mənəvi olaraq zaten bitib hər şey, sizdən rəsmi olaraq da yəni ki, qurtularam və övladlarımla, ailəmlə normal bir həyata qədəm, yəni zaten indi normaldır, gedir. Yəni ümumi olaraq da, yəni rəsmi olaraq da sizdən qopandan sonra tam rahatçılıqla, yəni ki, öz işimlə məşğul ola bilərəm də.